Hər vaxtınız xeyir əziz şagirdlər. Bugün sizlər üçün blok imtahanına düşə biləcək belə bir sual nizamı verəcəm. Sualımız OTK 20 sınavındandır. Blok üçün nəzərdə tutulan kitabdandır. Sualımız belədir ki, 15 sinus kvadratı x bölünsün 4 sıx kosinus x ifadəsinin ala biləcəyi tam qiymətlərin cəmini tapın. Bir ifadədə bunu həll etmək üçün nə etmək lazımdır? Bir ifadədə əgər sinus, kosinus bir yerdə varsa, onları bir araya gətirmək lazımdır. Yəni, sinusu kosinusla, kosinusu sinusla əvəz etmək lazımdır. Burada göründüyü kimi kosinusu sinusa gətirmək məsləhət deyil. Çünki sinus kvadratı x var burada. Əsas eyniliyimiz də bilirik ki, sinus kvadratı x üzərinə gəl kosinus kvadratı x 1'dir. Buradan asanlıqla biz kosinusu sinusla, sinusu kosinusla əvəz edə bilirik. Sinus kvadratı x'imiz buradan 1 sıx kosinus x, kosinus kvadratı x. Aparıb ifadəmizdə yerinə yazsaq, anlayacaq ki, 15 üzərinə gəl 1 sıx kosinus kvadratı x bölünsün 4 çıxılsın kosinus x bərabərdir. Sürətdə nə alınır? Alınır ki, 16 çıxılsın kosinus kvadratı x bölünsün. Məxrəzdəki ifadəmiz isə 4 sıx kosinus x. Və sürətdəki ifadə artıq iki ifadənin kvadratlar fərqidir. Yəni, bunu da biz müxtəsər bölmə düsturuna görə açıq b a plus b kimi, yəni 4 sıx kosinus x, 4 üzərinə gəl kosinus x şəklində yaza bilirik. Məxrəzdəki ifadədə olduğu kimi saxlayaq. 4 sıx kosinus x. Və göründüyü kimi ifadə sadələşdi. Sürətdəki ifadə ilə məxrəzdəki ifadə asanlıqla ixtisar gedir. Qalır 4 üzərinə gəl kosinus x. 4 üzərinə gəl. Kosinusun qiymətlər oblasıdır. Mənfi 1, 1'dir. Ən böyük qiyməti 1'dir. Ən kiçik qiyməti də mənfi 1'dir. Bilirik bunu. Yerinə yazarıq və 4 ilə toplasaq, alınacaq 3 ilə 5. Demək, bu ifadə aldı 3-5 aralığında qiymətlər. Burada da 3-5 aralığında daxildir hər ikisi. 3, 4 və 5'dir. Və aldığı tam qiymətləri istəyirdi. Bunlardır. Cəmi də bizə 12'ni